Ben size soruyorum. Siz bu akşamki oyuna necə baxırsınız? Biz ancaq təşəkkür edə bilərik. Möcüzə değil mi? Dünən xalqımız matəm günü yaşadınız. Bugün xalqımızı sevindiririk. Cənab Prezidentimiz Avrupadadır. Tariximizdə birinci dəfə Almanya uğruq biz. Möcüzədir. Və mən sizə bir şey deyim. Bu pul gücü ilə elənilmir. Bu nə bilirsiniz? Qarabağın müqəddəs adını bizə verdi İlham. O mənəviyyatdır, bu ailə duygusudur. Biz buralara milli değerlerimizden ötürü geldik. Ben size diyeyim, bunların hepsi futbolcuların keyiflerinde bir kılasız olması için. Bu Eintracht Frankfurt tezlikle 100 ilgilerini teyit edeceğim. Muhteşem bir istikrarı benim arzumu Qarabağ çabalarımız aşırız. Mənəviyyatımızı itirdik. Biz Azerbaycan olmamıza sindirdik. Büyük bir hediyedir. Bu ışığı yüreğimizde taşıyan, mənəviyyat olan yerde, zahmet olan yerde de uğur olacak. Ben doğrudan da çok sevmişim. Ahır moment kelimesi bu. Bilmiyorum, siz ne düşünürsünüz? Siz bana cevap Mən bildirim, adətən Alman maşın deyirlər, son dəqiqələrə qədər mübarizə aparıb, qələbə qazanılır, qazanırlar, Alman qazanırlar. Bu dəfə Qarabağ ben size destekler lazım. Siz Qarabağ'ın destekler. Hamısı məhtəb, kitlin olan. Biz prezidentlə görüşəndə siz, o əlbəttə sizdən medya olduğu büyük bir ehtiram var, büyük bir hürmet. Ve minəcə sözünü deyirlər ki, halal olsun sizə, halal olsun deyirlər. Ve deyirlər ki, siz bizim bütün kadroları cırırsınız, bizim bütün o limitleri aşırsınız.